Bürclər, həftəlik baxım və su ünsürü nümayəndələri. Balıqlar, xərçəng, əqrəblərdən yana 24 maydan tam bir həftə zaman keçirdi. 31 may zamanına bir bakalım. Sizi nələr gözləyir balıqlar. Balıqlar nə gözəl enerji, nə gözəl şahanə dəngə. Yenə narazılıqlar, yenə o üsküllü püsküllü enerjilər. Çıxın bu dəngədən. Yetər artıq. Artıq hər kəsin nazını çəkmək deyil də biraz da öz nazınızı çəkin. Onda görəcəksiniz ki, sahalar və dünya necə gözəlləşir. Məsələ ondan ibarətdir ki, dominantlığınız üstələnir enerji olaraq. Ailə çərçivəsində zodiakların, fərdlərin təbii ki, fərqi var. Eyni zodiakdan belə taşımanız varsa ailə çərçivəsində, yəni balıqlar bürcü, balıqları bürcü, ümumiyyətlə parlayacaqsınız ailədə. Seçiləcəksiniz. Bu da bir çoxlarının gözünə batacaq zaten. Yenə də burada doğmamın doğması deyək. Əslində bu sizin öz qan bağınız enerjisi deyil. Ətrafa tam diqqət edin. Nədir bu nədənlər, bu situasiyalar nədən irəli gəlir? Balıqlar üçün mənimsənən enerji, iyilik və saftiriklə düşündüyünüz nisbətlilər artıq tam cömərtcə sizə enerjiləri yönləndirir ki, bir də baxaq sizə sahalarda. Evrenin işığı belə sizi denəmə halində, yaxşı mənada sizin üçün şans yaradırsa, demək ki, aktivlik almağa dəyərmi? Dəyər. Biraz sağlıqsal konularda, doğmalardan yana gərgin nüanslar ola bilər ki, keçici hədəfdir. Çox vaxt ayırmırsınız. Əslində, hər kəsə tamam, can yananlığımı edirəm, can fəşanlığımı edirəm, amma balıqlar nötr enerjilərdə çox aktivsiniz. Tamam, mən bildim ki, sizin nüans olaraq fikrə, sözə ehtiyacınız var. Siz qaçmırsınız o tərəfə, fikir yönləndirirsiniz. Bu həftə isə o bağları qüvvətləndirin. Doğmalar adına çərçivələrdə, getgərli nüanslar olaraq da uşaqla bağlı da yenilik, aktivlik sahalarınız var. Hətta burada məsafəli dayanan, belə deyim, ailə üzvləri adına onların sizə deyil, hətta sizin onlara doğru hərəkət və istiqamətiniz olacaqdır ki, bu istər yaxın yol, istər uzaq yol, məsafə keçidi heç fərq etməz. Maddi sahalarda isə balıqlar bu həftə özünüz öz balansınızla oynayacaqsınız. Özünüz öz balansınızı yönləndirəcəksiniz. Özünüz öz balansınızda qalacaqsınız. Artımlar və aktivlik sahası isə deyərdim ki, həm düşüncə ilə bunu qısıtlayacaqsınız, həm də zaman yolculuğunda daha aktiv özünü göstərəcəkdir. Davam edək, xərçənglər. Baxaq sizə xərçəng bürcləri sizin üçün zaman necə irəliyəcək. Xərçənglər. Xərçənglər də sevinirsiniz. Çox böyük enerji açılımlarınız var. Amma xərçənglər, bu negativ düşüncələrdən nə vaxt qurtulacaqsınız deyilən sualın qarşısında mən negativdən qurtulmuşam. Bir də mənim ətrafım qurtulsun bu negativdən, amma tam tərs ətak var. Hər kəs düşünür ki, siz özünüzü yorursunuz enerji balanslarında, siz özünüzü yorursunuz qaçaqoblarda, siz özünüzü yüklərinizi atmaqda çətinliyiniz var kimi düşündürülən bir düşüncə var ətraf üçün. Həftənin orta zamanlaması nə edəcək əkizlər? Əkizlər ilkin pilləni sakit axında başlayırsınız. Həftənin orta zamanlaması isə fırtınalar qopacaq yaxşı mənada. İkili münasibətdə sizə yön görən ailə bağlarınızın nədən sözünü dinləmirsiniz? Xeyriniz üçün söylənən sözlərin hər birisi yarım qalır. Dinləməniz lazımdırmı? Bəli, çünki yeni ailə hədəfləri, yeni ailə performansları, hər şeyi təkrardan güncəlləmək kimi durumlarda öncəlikdəsiz. Həftənin son zamanlaması isə maddi balansların xırda-xırda limitlə passivləşməsi sizi birazcıq agresiya olaraqdan aktivliyə aparacaqdır ki, boş verin xərçənglər. Bu həftə çox gedib gələcəyiniz yolculuqlar, sizə gələn iş təklifləri və yenilənməniz var. Xüsusən də xanım xərçəng bürcləri özünüzə zaman ayıracaqsınız və bu zamandan özünüz və ətrafınız faydalanacaq. Ümumi gedişat olaraq uğurlu nüanslar çoxdur. Bəyəfəndilər də zaten bu konularda dominant. Akreblərə baxaq, əqrəblər sizin üçün zaman necə irəliyəcək. Əqrəblərin düşüncəsi bir get bir gəldədir. Nə edirsiniz desək, zaten hər planım var, öz planıma uyğunda dəyərləndirmə etmək üçün mənə daha da işıq lazımdır. Mənə daha da sükunətdən çıxıb qığılcımlar yaratmaq lazımdır. Daha da maddi balansların təkmilləşməsi varmı? Həftədə limit gün ölçüsü ilə bunu toparlayacaqsınız əqrəblər. Uşaqla bağlı
yenilik qazanmaq istəyən tərəflər enerjisi gördüm ki, çox sevindirici nüanslar var. Və nədir məsələn əqrəblər üçün? Sütun budur. Öz evim, öz mülküm, öz hanəm mənim üçün boğucu gələn, mənim üçün narahat gələn iptallərə bağlayaq. Enerji və auraları hiss edirəm. Niyə qısıtlama olaraq, qısır döngü olaraq bu nüansların mən özüm mərkəzindəyəm? O abu-havanı əqrəblər özünüz yaratmışsınız. Özünüz yaratmışsınız dediyim cümlədən də incinməyin, inciyirsiniz də. Bunu hər zaman söyləyirik. Yaxşı mənada bu konulara düz hədəfdən baxmağa çalışın. Nüans nədir? Əqrəblər bu həftə savaşçı olacaqsınız, amma yenilən savaşçı olacaqsınız. Maliyə səhvlərə bağlayıram. Nə anlamda? Çünki uzun zamandır söz, danışıq, söhbət gedişatlarında özünüzü öncəliyə çəksəniz də yanlış insanlarla yanlış oyunlar qurursunuz və bu da sizin savaşı kaybetmə durumunu maalesef ki aktivləşdirir. Nə anlamda desəniz, özünüz öz prizmanızdan baxmırsınız əqrəblər. Və bu da sizin üçün bütün situasiyaları birazcık zəif tutur. Sevinəcəksiniz maddi konularda, sevinəcəksiniz gəzintilər adına, yenilənmələr adına. Uşaqlar, öz ailə hədəfiniz, övladla bağlı niteliklərinizdə də biganə yanaşmalarınız artıq danışılan bir nöqtədir. Bir də buna diqqət edin. Əqrəblər sizə əsla bu konularda öncəliyə almırıq, amma enerji nüansı budur. Özünüz də zaten gördünüz, enerji nisbətində bağladıq kartları. Nədən? Çünki olduğunuz yerdəsiniz. Biraz dəyişim dönüşmə yol alın, amma daha sadə, daha relaks olurlar.